Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General-Polkovniki Şahin Bağırov Saatlı rayon Gənclər Mərkəzində Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyatı strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində gömrük və gömrük anbarları, rejimlər, prosedurlar, öhdəliklər və onların beynəlxalq logistikada rolu mövzusunda seminar keçirilib. Tədbirdə logistika və tranzit imkanlarının daha da genişləndirilməsi baxımından gömrük anbarlarının inkişaf etdirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu istiqamətdə atılan məqsədli yönlü addımların beynəlxalq ticarətin təşviqinə töhfə verəcəyi diqqətə çatdırılıb. Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib. 155 Vətəndaş Cəmiyyəti İnstitutu nümayəndələrindən 117-sinin səs verdiyi prosesdə qanunvericiliyə uyğun olaraq 14 namizəddən 7-si səs vermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplayaraq Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv seçilib. Tovuz Gömrük İdarəsində və Şirvan Gömrük Postunda xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib. Görüşlərdə rəqəmsal əməkdaşlıq platforması və etibarlı tərəfdaş konsepsiyasına dair təqdimatlar nümayiş etdirilib, həmçinin malların müvəqqəti ixrac və müvəqqəti idxal gömrük prosedurları altında yerləşdirilməsi qaydalarına dair qanunvericiliyin tələblərindən bəhs olunub. Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur. Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan arıqladıcı, enerji artırıcı, müalicəvi adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti yaradır. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.